İngilis dilində danışıq dili üçün lazım olan qrammatika dərsinin 11-ci bölümündəyik. Bugünkü dərsimizdə biz hər hansı bir ismi daha dəqiq təsvir etmək istəyiriksə, nələrdən istifadə etməliyik, hansı sözlər bizim köməyimizə gələcək, hansı qayda bizə lazım olacaq, bunu öyrənəcəyik. İngilis dilində bu qayda relative clauses adlanır. Yəni cümləni izah edirik, cümləni daha dəqiq təsvir edirik bu sözlər vasitəsilə və bu əsas sözlər hansılardır? İnsanlar üçün who sözündən istifadə olunur, əşyalar və heyvanlar üçün which sözündən istifadə olunur. Hər ikisi üçün nəzərdə tutulan, həm insanlar, həm əşya və heyvanlar üçün nəzərdə tutulan isə that bağlayıcısıdır. Hər hansı bir yeri, zamanı daha dəqiq təsvir eləmək üçün, daha aydın təsvir eləmək üçün lazım olan sözlər isə where, when, whose. Whose sözü ilə sahibliyi biz bildirəcəyik, yəni kimə məxsusdur, nəsə. Qaydanı düzgün, ətraflı, asanlıqla anlamaq üçün bizə nümunələr lazımdır. Gəlin bir yerdə nümunələrə baxaq. Necə deyərik, yan tərəfdəki, yan qapıdakı qız mənim dostumdur. Hansı qız? Bu sual yaranır beynimizdə. Yan tərəfdəki, yan qapıdakı yaşayan qız. Və bu cür cümlələr səviyyəcə daha yüksək cümlələrdir. Sadə, elementar cümlələr deyil. Qız sözü ingilis dilində deyilir the girl, the girl. Yandakı, növbəti qapıdakı yaşayan qız. O necə olacaq? İnsanları bildirmək üçün who'dan istifadə edirdik. Who lives next door? Kim ki yan qapıda yaşayır, yan tərəfdə yaşayır. İndi mənim qonşumdur hissəsini düzəldək. Is my friend. Cümlə necə oldu? The girl who lives next door is my friend. Sənin mənə verdiyin kitab möhtəşəmdir, heyran edicidir. Yəni mükəmməl, əladır. Necə deyərik? Birinci kitab, the book. Biz demişdik ki, that bağlayıcısı həm insanlar üçün, həm heyvan, həm əşyalar üçün rahatca istifadə etdiyimiz bir bağlayıcıdır. Ona görə də thatdən istifadə edək. Kitab sözünü dedik, the book. Hansı ki sən mənə verdin? That you gave me. Heyran edicidir, əladır, is amazing. Amazing'in yerinə başqa sifətlər də qoya bilərsiniz, hansını istəsəniz. Yəni eyni mənanı verən sözlərdən. Necə deyərik? Bura bizim görüşdüyümüz yerdir. Yəni keçmişdə biz burada görüşmüşdük. İndi deyirəm ki, bura bizim görüşdüyümüz yerdir. Görüşdüyümüz yer necə olacaq ingilis dilində? Harda ki biz görüşdük. Hərfi tərcüməsi belə olacaq. Harda, where, biz görüşdük, we met. İndi bu o yerdir ki hissəsini düzəldək. This is the place. This is the place where we met. Bura bizim görüşdüyümüz yerdir. Bəs necə deyərik? Mən maşını qırmızı olan kişini tanıyıram. Yəni maşının sahibi kimdir? Onu tanıyıram. Kimin ki maşını qırmızıdır. İngilis dilində belə düzələcək. Kimin ki maşını qırmızıdır hissəsi. Whose car is red? İndi mən kişini tanıyıram. O necə olacaq? Sadə bir cümlədir. I know a man. İndi birləşdirək. I know a man whose car is red. Yəni mən maşını qırmızı olan, qırmızı maşınlı kişini tanıyıram.